Zahir onda belə bir məsələ çıxır ortaya. Baxın, onda biz deyirik ki, indi biz də psixoloqlar, həkimlər də yəni oxuyub, yaxşı uşaq birinci dəfə də kitabla rastlaşmışdı. Axı psixoloqlar, həkimlər, boşunda bunlar bu hansı ki pasiyent qəbul edirlər, onlar onda hər dəfə təzə məlumat qəbul eləmir. Sadəcə bu qəşəng yerə toxundunuz. Onda belə başa düşürəm ki, gördüyünü deyir, bənzədir və məsələni bağlayır. Baxın, niyə görə biz seçirik psixoloq işi, bu yaxşıdır, bu pisdir? Misal üçün. O qədər bu dəqiqə videolar, zatlar var. Falan şey elədirsə səhvdir, falan şey elədirsə düzdür və s. və s. Əslində insan özü yaşamadığını dərk eləməyib. Bax, o yaşama prosesini, insan yaşama texnologiyaları var. Necə yaşaya bilərsən? Onda Zahid mən bir dənə də belə sual yaranır. Onda bax siz indi biznes konsultantsınız da, siz də biznesmenlərin hamısına, yəni əksəriyyətinə kim müraciət edirsə, onlara təlim verirsiniz. Onda o biznes konsultantlar hansılar ki, gəlirlər, sizə konsultasiya götürürlər. Onların bütün yaşadıklarını siz hamısı hissi keçmisinizmi? O bütün hissi keçmisinizmi ki, siz onlara tam şəkildə. Aha, bəs o necə olur Zahid müəllim? O prosesdə birinci o ustadlıq mərhələsi var da. Təlimdə biz bu barədə danışmışdıq, bilmirəm yadınızdadırsa. O lyubitelь, professional və ustad, master, ruslar demiş. Əvvəla mən konsultasiya ümumiyyətlə biznes idarə etməyə birdən-birə gəlməmişdim də. Yəni bilirsiniz, mən hüquqşünasam, hüquq departamenti rəhbəri işləmişəm və s. Mən illərlə korporativlərdə, ondan qabaq QT-lərdə hələ nə qədər bu kiçik şirkətlərlə də olmuşuq, dövlət orqanlarında da işləmişik. Və onun üstündə artıq o təcrübəni, o idarə etmənin təcrübəsini yaşayıb gəlmişəm. Artıq var. İkincisi, mən təzə qurulan şirkətdən fikir versəz, yəni hələ indi bir dənə fikirləşiblər nəsə qursunlar, onlarla çox da işləmirəm. Yəni uzaqbaşı məsləhət verərəm, yola salaram. Çünki mən özümün harda öyrətdiyimi bilirəm. Mən bilirəm ki, mən idarə etməni öyrədirəm. İdarə etmə artıq komanda yaranandan sonra olur. Hə, növbəti mərhələ. Bu mərhələ. İkincisi, mən praktikaya başlayanda belə, yəni şirkətlərlə məndə bir xüsusiyyət var. Mən o bir şey ki beynimə keçdi, onu da 100 dəfə o şeydən keçirdəcəm də. O Vüqar müəllim Kit Sportda bizim dostumuz, o məsəl üçün mənim birinci müştərim də, bizim dostumuzdur. O dövr üzrə yanımda olub da, belə deyək də. Və bir il idi bir yerdə işləyirik, bir il idi yarımda. Deyir ki, sadəcə sən bir ilin ərzində 20 dənə şirkətin şeylərinə girdin, çıxdın. Yəni o başlanğıcda o proseslərə girmək lazımdır ki, özü davamlı və tez-tez. Nə qədər o təcrübə başına gəlmək hadisəsi çoxalırsa, o qədər də fərqli görmək imkanı yaranır. Bir yaxşı söz var, deyir ki, çox gəzəndən çox oxuyan bilər, bilmirəm, eşitdiniz yoxsa. O çox gəzmək nədir? Yəni hadisələrlə rastlaşa bilir. Mən əslində o dostlarımızın kömək sayəsində ki, pastayan o proseslərdə oldum. Hər dəfədə, indi də biz o pastayan o prosesdəyik. Hər dəfədə yeni bir şeylər araşdırırıq. Onun özü də dərinləşmə imkanıdır. Misal, mən nə qədər də rəhbərlərlə işləsəm, oyunla belə hansısa formada aşağı işçi heyəti ilə təmas nöqtəmi saxlayıram. Niyə? Çünki onlar həmən o şirkətin ilkin özəyi onlardır. Onların İnsan isə dəyişən varlıqdır və onlar da dövrü olaraq onlar dəyişəcək, başqa insanlar gələcək və s. Onlarla təmasın saxlanması mənə kömək edir ki, öz bilgimi təkrarlamaqla daha dərinləşdirim və onların dəyişim sistemini görə bilim. Onların dəyişim sistemini görə bilərsiniz. Aydın.